Tamam, bugünkü dersimiz ədədi sistemdir arkadaşlar. Ne edirik? Ədədi sistemdə toplaya da çıxacaq. Ədədi sistemdə vura və ya belə gedəcək. Bir ədəddən başlayaq, tutaq ki, 1-dən başlayıram. Neçəyə vura vuracaq? Məsələn, 3-ə. 3, 9, 27, 81, 243, belə gedəcək. Bax, bu yana qoy, yenə də 1/3 yazım. Məsələn, 3-ə vuracaq, isə 3-də 1, 3. Biraz da kəsiləcək də. Başlayırlar. Ədədi sistemdə hər şeyə A1 deyirik. Yəni, hədləri A1, A2, A3. Ədədi sistemdə biraz dəyişdirmişik. B1 deyirik. Burada bir B2 var, burada bir B3 var, burada bir B4 var. Burada bir B5 var, B6, B7. Və fikir verdiksə 3-ə vura getdik. Vurduğumuz ədədi Q ilə işarə edirik və bunun da adı silsilə vura gedir. Q bura üçün, sırf bu misal üçün Q 3'dür. Və hər bir həddin arasında bir dənə birçə vurmaq var, yəni bir dənə Q var. Məsələn, belə yaza bilərik. 3-cü həddən 7-ci həddin arasında nə qədər Q var? Fikir versəniz 4 dənədir. Yəni, o zaman B7 bərabərdir, B3 vurulsun, Q üstü 4 deyə bilərik. Yəni, bəsit məntiq, 3-dən 4-ün cəmi 7. Onda bunu artıra gedir. Məsələn, B9 biraz sərbəli yapalım. Məsələn, B9 da bərabər olsun. B5 vur, 2 üstü 4. Yəni 4-dən 5-in cəmi 9 edir. Amma həmçinin belə şeylərdə yazmaq mümkündür. Məsələn, B9 bərabərdir. B13 vurulsun, 2 üstü mənfidir. 13-lə mənfi 4-ün cəmi də 9 edir. Belə də edə bilərik. Və yaxud B5 bərabərdir. Məsələn, B1 vur, 2 üstü 4. B8 bərabərdir. B1 vur, 2 üstü 7. İndi burada B5, burada B1 vardısa, əslində 5-dən birini çıxıb bura yazmış. Ya da burada B8, burada B1 varsa, 8-dən birini çıxıb bura yazmışım. Dolayısıyla əslində ilk düstur çıxır. Burada N, burada 1 vardısa, N-dən birini çıxıb bura yazmış. Yəni B-in bərabərdir, B1 vurulsun, 2 üstü N-1. İndi gəlin ikinci düstura baxaq. İkinci düstur nə istəyir? İkinci düstur SN-dir, məşhur S-lərimiz. Məsələn, ilk 4 həddin cəmi. Belə hesablasaq, əvvəla ilk 4 həddin cəmini yazmaq istəyirəmsə, bunu S4 də göstərməliyəm. İlk 4 həddin cəmi buna baxsam, 9, 3, 12. 1 burada 13, 3-də 1 də burada 13-dən 3-də 1 eləməlidir. Düsturu yerinə qoyub baxıram. Düsturu yerinə qoyanda S4 bərabərdir, baxın, B1, yəni 3-də 1. Vurulsun, götərizi açıram. Q üstü N, Q 3'də axı, üstü də 4, 3 üstü 4. Çıx 1, bölünsün 3 çıx 1. Bir baxaq bulaydı. 3 üstü 4'ün 81'dir. 81'dən birini çıxsam 80. 83 də 1'ə vursam, edəcək 3'də 80. Aşağıda da 3'dən birini çıxdım 2. 3'də 80'i 2'yə böləndə 3'də 40 eləyər, bir başa yazsam. 3'də 40'ın da düzgün olmayan kəssə bu formada yazsam. 13'dən 3'də 1 edir. Baxın, 13'dən 3'də 1, 13'dən 3'də 1 bərabərdir. Deməli, düstur işləyir. Sonra gəlir sonsuz azalan həndəsi silsilə. Sonsuz azalan həndəsi silsilə modul Q kiçikdir 1 şərtindədir. Burada da həmçinin Q bərabər deyil 1 yazılır. Səbəb budur ki, aydınlıqdan məxləc gərək 0 olmuyor. Sonsuz azalan həndəsi silsiləni bu formada yazaq. Elə deyək ki, Q 1-dən balaca olsun. Yəni, modul Q 1-dən balaca. Daha doğrusu, buradakı düsturu belə də yaza bilərik. Modul Q nə vaxt 1-dən balaca olur? Q mənfi 1-dən 1-in arasındakı qiymətlər olmalıdır. Məsələn, belə bir şey yazaq. 128-dən başlayaq. 2-yə böləcək. Yəni, 2-də 1-ə vuracaq. 128, 64, 32, 16, 8, 4, 2, belə gedir.
Biz istəsək bu sonsuzluğun bir cavabını tapa bilərik. Yəni bunları belə toplayırıq və bir cavab tapırıq. Uşaqlar da çox vaxtı əsas çaşılan yer nədir? İkiyə bölə gedirlər. Deyirlər ki, 2 bərabərdir 2-yə. 2-yə deyil, 2-yə bölə gedirsənsə, deməli 2-də 1-dir. Çünki bu həndəsi silsilədə biz Q-nun tapımı sonra vururuq axı. İndi 2-yə bölürəmsə, deməli 2-də 1-ə vurmalıyam. Bu belə, o zaman bizim Q-numuz da 1/2-dir. Və artıq ilk 5 hədd, ilk 10 hədd demirəm. Bu sonsuzluğa qədər azala gedən həndəsi sistemin ümumi bir cəmi var imiş, o neçəymiş, ona baxırıq. Bunda modul 2-də 1-dən balaca olduğuna görə bu düsturdan, yəni S bərabərdir B1. Birinci həddə nə var? 128. Bölünsün 1-2. Yəni 1-1/2. Bu deyilir 128 bölünsün 1/2. Bir ədəd 2-də 1-ə bölmək, 2-yə vurmaq deməkdir. Yəni 128-i 2-yə vurulan 256 edir. 256. Şimdi ağlılarda bir sual. Niyə 256 edir ki? Bu necə sonsuzluğa gedir ki, konkret bir qiyməti var. Ola bilər elə bir şey. Yəni tutaq ki, bu bir yerdə 256-ını tutdu. Sonra keçməyəcək 256, bu sonsuzluğa gedir axı. Bax, 2-dən sonra hələ 1 var, 2-də 1-ə vurur, amma 1-dən sonra 2-də 1, 4-də 1, 8-də 1, bu belə gedir. Bu 256-da necə dayandı? Gəlin bunu belə eləyək. Tutaq ki, hamımız evlərdə yaşayırıq da. Yəni, mənə elə gəlir. Bir otaq olsun. Hər tərəfi 16 olsun. Bu otağın sahəsi neçə olar? 16-16 evrada neyin eləmir? Kamerasımız. Demişdim ki, 3 rəqəmlər, daha doğrusu 2 rəqəmlərin 2 rəqəmliyə vuranlar deyil. 200 neçəydi? 200 neçəydi? 256. 200 neçəymiş? 256. 256 nə deməkdir? Sahə 256-dır. 256 yəni bu otaqdakı hər şeyin cəmi, tam sahə, bütün zərrələri. Bu 256-nın yarısı neçə olar? Tam yarısı. Yəni bu otağın yarısı. Sahəyə bölsəm 128. Bu yarının yarısı nə olar? 64. Bu yarının yarısı 32. Bir də yarısı 16. Bir də yarısı 8. Bir də yarı 4. Bir də yarı 2. Bir də yarı 1. Fikir versiniz, hara gedir bu? Otaq bitənə qədər gedir. Burada üzə zərrələrlə bunu yazıyıq. Düzdür, əslində biz bu otaqdan sonra çıxa bilmirik, ancaq bu otağın içindəyik və hər şeyin cəmi 256-da. Hardan bilən, baxın, 128, 128, 64, 64, 32, 32, 16, 16, 8, 8, 4, 4, 2, 2. Və belə sonra 1 deyəcəm 1. 1-dən sonra baxın, 1 də böləcəydim yarıya, 1/2 yazacaqdım. Artıq yaza bilmədiyim yerlərə yaxınlaşmışım. Belə gedəcəkdi və son nəticədə 256 olacaqdı. Bu, uşaqlara başa salmaq üçün, daha doğrusu yuxarı siniflərə başa salmaq üçün yox da, biraz 9-lara, biraz 10-lara başa salmaq üçün istifadə olunan metoddur. Əsasən bu, təbii ki, riyazi izaha daha çox limitlərdir. Yəni, bu cəm heç vaxt 256 eləmir. 256-ya heç vaxt çatmır deyək. Yəni, bu cəm 259, vergül 9, 9, 9, belə buradan bizim evə qədər. Yəni, bunu yuvarlaqlaşdırıb 256 deyə bilirik. Yəni, əslində yuvarlaqlaşdırmırıq, elə 256-ya çox sonsuz səviyyədə yaxınlaşdığımız görə 256 görürük. Necə ki, biz bunu sonsuz səviyyədə bölsək, belə bu otaqdan şöyle çıxa bilmirik, son nəticədə 256-ya dirəmirik. Bu səbəbdən, yəni bir çox uşağın buradan soruşduğu şey çoxdur deyə, ona görə buna biraz geniş vaxt ayırdım. Sonsuz azalanda sistemdə bu düsturdan eləyirik. İndi gəldik nəyə? Bu silsilə qruplarına var, biraz işləyək. Məsələn, buradan bir şey seç, bir ədəd seç. Seçdik 9'u. Fikir versiniz bir sağa bir sola. Eyni ədədi silsilədə şimdi. 3'ü 27'ye vursam 9'un kvadratı olan 81'dir. 2 sağa 2 sola. 1'den 81. Bir-birdən vursam yine 9'un kvadratıdır. 3 sağa 3 sola. 3'dən 1 240. Bir-birdən vursam yine 9'un kvadratıdır. Yəni, deməli, həndəsi silsilədə də eyni ədədi silsilələr kimi, prosta arada kiçik bir fərq var. Seçdiyimiz istənilən həddən simmetrik uzaqlaşanda
o çatdırmış hədləri bir-birinə vuranda tən ortadakını kvadrat edir. Ədəd sistemdə toplayanda tən ortadakını 2 qat edirdi. Bir təkrar kimi desək. Bu var idi. Bir də məsələn, deyin ki, B3 vurulsun B6. Buna gəlirəm. B3 üçüncüdür, B6 81. 3'ü 81'e də vursan, eləyir 243. İndi sıra nömrələrinin cəmi 3 sıra 6 nə eləyir? 9. Baxaq görək, başqa şeylər də 9 eləyir. Məsələn, B4 vur B5. Onlar sıra nömrələrinin cəmi 9'dur. Ya da, nə bilim, B2 vur B7. Bunun da sıra nömrələrinin cəmi 9'dur. B4 nədir? 9. B5 nədir? 27. Həqiqətən də 243 edilmiş. Ya da B2 nədir? 1. B7 nədir? 243. Həqiqətən bu da 243 edilmiş. Deməli, sən demə, bu formadakı düsturlarda, yəni sıra nömrələrin cəmi, digər tərəfdə sıra nömrələrin cəminə bərabərsə və sayı da saya bərabərdirsə, sayı da saya bərabərdirsə, bu hasil düzgündür. Sonra bu artıq bəsitləşmiş şeydir. İstifadə edəcəm ama Q'ya gələk. Məsələn, özümdən bir şey. Burada Q'nu bizdə tapmışıq. 3 tapmışıq. Elə buradan göstərəm. B2'ni versən 1. B7'ni versən 243. Bu düsturu istifadə edək düz gəlirmi? Deyirik ki, Q üstü 7'dən 2 çıxarım. Birinci 7'ni yazmışamsa sürətə də birinci 243 yazıram. İkinci 2'ni yazmışamsa məxrəcə də 2'nin bərabər olduğu həddin özünü yazıram. 243'ü 1'ə böldüm, 243 edir. 7'dən də 2'ni çıxsam Q üstü 5. 243 isə Q 3'dür. Çünki 3 üstü 5 243 edir. Yəni bu 6-cı düsturda mən bunu demişəm. İstənilən 2 hədd verilibsə biz Q'nu tapa bilərik. Ya da biraz daha bəsitləşdirin, həndəsi sistemdə, ədədi sistemdə istənilən bir 2 hədd verilibdirsə, biz bu silsiləyə aid hər şeyi bilirik artıq. Yəni 2 hədddən Q'nu da çıxartırsan, bitdi də, hər şeyi bilirsən deməkdir. 5-ci düstur nə demir? Gəlin ona baxaq. Bu 5-ci düsturda nə demək istəyirəm əslində? Məsələn, mənə 5-ci hədd lazımdırsa, ilk 5 həddin cəmindən, ilk 5 həddin cəmi nə deməkdir? S5 deməkdir. Mənə 5-ci hədd lazımdırsa. Yəni, bunu belə yazın. B5 bərabərdir, N'in yerinə 5 yazılsın. B5 bərabərdir, S5 çıxılsın, 5-dən 1-in çıxılıb 4, S4. Yəni, ilk 5 həddin cəmindən, ilk 4 həddin cəmini çıxsaq, baxın, buralar yeyildi öz arasında. Təkcə B5 qalır. Bunu demək istəyik əslində. İşimizə də çox yarayır bu arada. İşimizə yaradığını da haradan göstərə bilərəm. Buradan bir sual həmən izahım verib keçə bilərik deyərəm. Məsələn, bu həndəsi silsilədə 44-cü sual var. Yox, həndəsi belə deyilmiş. Həndəsində də eyni şeylər var. Bir sual buradan yazaq. Baxaq yolumuza. İnşallah taparım. Deyirsən tapamayacağım. Məsələn, həndəsi silsilə 62-ci sual. Sn bərabər imiş 5 çıxılsın 5 üstü 1 minus n. Bu düsturla verib ikinci həddi, yəni B2-ni istəyir. İndi bu düsturu yerinə qoysaq neyi gəlir? Baxın 5-ci düstura. Təfkir əksiz. B2 nə olar? N'in yerinə 2 yazdım. O zaman bu S2 çıx S1 deməkdir. S2'ye baxsam, S2 nə deməkdir ki? 5 çıxılsın, N'in yerinə 2 yazsam, birdən 2 çıxdın 2, mənfi 1. 5 üstü mənfi 1'in 1 bölü 5'dir.
belə. Çıxaq S1 nə deməkdir? N-in yerinə 1 yazasın. N-in yerinə 1 yazanda nə olur? 1-dən 1-in çıxsam 0. 5 üstü 0-ın 1-dir. 5 sıx 1-ində 4-dür. Əslində mən belə bir şey yazacaqmışam. 5 çıxılsın 1 bölü 5 çıxılsın 4. 5-dən 4-ünü çıxaram 1 qalar. 1-dən 5-dən 1-in çıxaram 5-də 4 qalar. 62-ci cavabı 5-də 4 yəni C bəndiymiş. Bugünlük dərs bu qədər. Keçirik suallara. Sağ olun.